Hamıya salamlar olsun. Yenə səhərdən başlamışam mən işlərimə. İşlərim bugün də çoxdur, bazar günü olduğu üçün uşaqlar da evdədir. Bu günlərim artıq çinməlidirlər ki, sabah yenə yeni həftə başlayır. Burada mən bu su qabını yuyuram. Bura biz suyu qaynadıb tökürük ki, buradan artıq içilsin su. Bunu neçə gündən bir yuyuram, çünki suyun dibinin çöküntüsü çökür. Ona görə bunu tez-tez yuyuram mən. İndi işlərimi görüm. Yemək yaxşı ki var. Ona görə dünəndən yemək qalıb. Yemək bişirməyəcəm. Ona görə başqa işlərimi görüm tez. Bugün istəyirəm uşaqlara peçeni bişirim. Sabah məktəbə aparsınlar. İnşallah. Onların nazik paltalarını gərək çıxardım, kurtkalarını ki, artıq istidir, balonkaları giyinə bilmirlər. Balonkaları yudum, indi onları gərək qatlayım, qoyum divanın altına. İndi lazım olsa, inşallah, əgər nə vaxtsa hava soyusa, apreldə bir də görürsünüz, təzədən hava soyuyur. Onda gərək çıxardım, geyinsinlər. Amma hələ ki nazik kurtkaları keçiblər. Məktəbə hətta yubka geyinirlər, çünki elə istidir ki, şalvarla sinifdə dura bilmirlər ki, mama istidir deyirlər. Biz yubka geyinmək istəyirik. Hətta balaca qızım deyir ki, mənə corab ver, mən corab geyinəcəm. Kalqotka da geyinmirəm, mənə çox istidir. Hətta elə istidir ki, yəni geyinə bilmirlər. Sinifdə də atapleniya hələ yanır deyə, ona görə lap istidir. Burada qızlar bazar günüdür, evdədirlər. Dedim, kömək eləsinlər mənə. Onlar bacardığı işləri verdim ki, kömək eləsinlər. Mən də başqa işlərimi görüm. Dünən bayram bazarlığı elədik. Qoz, fındıq aldıq, ləpə aldıq ki, çünki keçən il biz bir gün qabaqdan gedib onu almışdıq, çərşənbədən bir gün qabaq. Tapmamışdıq, ancaq bir marketdə tapdıq, o da yaxşı deyildi, amma məcbur aldıq. Bir də Gəncəyə düşmək alınmadı, hər dəfə alınmır Gəncəyə düşmək. Ona görə bu il biraz tez aldıq ki, yaxşısı olsun. Şükür ki, yaxşısını tapdıq. İndi o ləpəni mən çəkim, hazır qoyum bankada ki, indi inşallah həftənin axırına artıq şəkər bura paxlava bişirmək lazımdır. Axır çərşənbə üçün. Ona görə hazır eləyim, qoyum ki, hazır dursun. Dünən getdik marketdən bayram üçün alış-veriş elədik. Çünki keçən il biz alanda bayramdan bir gün qabaq getdik almağa fındıq, qoz. Onda da marketlərdə tapmadıq heç nə. Yox idi, tutarmışdı, hamı almışdı, bilmirəm, yoxsa necə yox idi. Ona görə bu il biraz tez aldıq ki, yaxşı olsun. Bir marketdə keçən il qalmışdı, onda məcbur aldıq, heç də yaxşı deyil idi. Ona görə bu il biraz tez aldıq ki, yaxşısını tapa bilək. İndi mən bu qozu ləpəsini çəkəcəm, sonra bankada saxlayacağım ki, inşallah paxlava bişirəndə hazır olsun.